Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə dövlət qulluğu üzrə mövzu sınaq 2 imtahanının suallarının video izahına baxırıq. Bu sınaq ilk 14 mövzunu əhatə eləyir. Vaxt itirmədən keçək suallarımızın izahına. Bu arada qeyd edeyim ki, bu sualların hamısı qəbul suallarıdır. Deməli, şəkildə neçə düzbucaqlı var? Bax, necə həll edirik bu sualları? Düzbucaqlı nədir? Yəni standart belə bir fiqurda, düzdürmü? Bu arada bax kvadrat özü də düzbucaqlıdır ya. Bax onu nəzərə alın. Bax bir-bir sayaq. Deməli mən baxaram ki, misal üçün. Deməli bax 1 2 3 4 5 6 7 8 dənə nağd belə var. Bax 8 dənə var. Sonra gəlirəm. Bax 9, düzdürmü? Bununla bunun birləşməsi. Sonra 10, sonra 11. Düzdürmü? Bir də bunların üçünün birləşməsi eləyir 12. 13, 14, bir də bunların birləşməsi eləyir 15. Bax sətr üzrə hamısını saydım hələ ki. 15. Davam eləyirəm. Sonra bax 16, düzdürmü? 17, 18, bu da 1, 19. 20, 21, bu da 1, 22. Bax hələ ki 22 dənə saydıq. Sətr sütunundan hamısını saymışıq. 22 dənə saymışıq. Sonra keçəm indi 4 dənələrə falan. 22 bax. Bu 1, 23. Bir tık aşağıdakı 24. Bir də bax bunların ikisinin bir yerdə birləşməsi 25. Ondan sonra 26. Hə. Bax bir də bu var. Görürsüz? Bu da olur 27. Cavabım olur C variantı. Bunu istəsəz belə şey də eləyə bilərsiniz. 1-1 misal üçün bax. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə belə var. Düzdürmü? İndi 2, 2 götürün. 8 dənə belə. 7 ilə 8 deyə yazırsınız da. 7 ilə 8, sonra 4 ilə 5. 5 ilə 6. 1 ilə 2, 2 ilə 3. Ondan sonra məsələn keçirəm bax belə. 4 ilə 1, 5 ilə 2, 5 ilə 7, 8 ilə 6, 6 ilə 3. 8 ilə 6 və 6 ilə 3. Oldu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə belə, 8 dənə belə. Opsiya 18-ini tapmışam. Deməli, opsiyayı tapmışam 18-i. Aha. Opsiya 18-i nə eləmişəm? Tapmışam. İndi baxıram nəyə? Bir dəqiqə. Misal üçün, sonra keçərsiniz 3 dənələrə. Misal üçün 4, 5, 6, 1, 2, 3. Sonra 2, 5, 7, 8, 6, 3, 4. Yəni 4 dənə də bunlar. 1, 2, 3, 4 dənə də belə. Belə, yəni oturub sayıb nə edə bilərsiniz? Vəziyyətdən çıxa bilərsiniz. Belə də ki, bu sualda cavabımız olur C variantı. Növbəti sualımız sadə suallardan biridir. Deməli, məsələ nədir bizdə bu sualda? Analogiya sualıdır. İt heyvanın bir növüdür. Balta da nəyin bir növüdür? Balta da təbii ki, alətin bir növüdür. Cavab olur Y bəndi. Növbəti sual riyazi cədvəllərə aiddir. Bax, gəlin yazaq. A + toplama cədvəlidir bu arada. A + B 12-dir. Qeyd eləyirəm. A + B bərabərdir 12-yə. Bərabərdir 12-yə. B + C 18-dir. B + C bərabərdir 18. A + C isə 16. Bax, normalda belə sualları tərəf-tərəfə toplayıb ABC cəmini tapıb falan bir-bir tapmaq da olar. Bizdən nə istəyir? C çıxılsın B. Bax, fikir versəz, bizdən C çıx B-ni istəyir. Bax, mən bu üçüncü tənlikdən birinci tənliyi çıxsam nə olur? Fikir versəz, bax, bu tənlikdən bu tənliyi çıxsam, A-lar gedir də, düzdürmü? Nə qalır burada? C çıxılsın B. Zaten mən onu istəyirəm də. Nə qalır? 16 çıx 12. Yəni 4. Bitdi, getdi. Yəni heç bu tənliyi istifadə eləmədim demək olar ki. Cavabım olur C bəndi. Növbəti sualımız şəkil əlaqələrinə aid sualdır. Bax, əslində elə də çətin sual deyil. Bax, belə deyək də, fikir versəz. Bax, bu fiqur nədir bizdə? Bax, bu fiqur hər dəfə yerində qalıb. Görürsüz, bu dairəmiz.
Burada deməli mütləq dairə yerində qalmalıdır. A bəndini çıxırsan, Y bəndində çıxırsan. Çünki buradakı dairələr verilməyib. Ondan sonra baxıram buna. Bu dairə burdadır və yenə burdadır. Görürsüz? İndi bu dairə bax gəlib düşüb bura. Təbii ki, burada idi, yerində qalır. Təzədən diaqonalına hərəkət edib. Burdadır, təzədən yerində qalıb. Təzədən nə olmalıdır? Ya aşağı düşməlidir və dairən bura gəlib düşməlidir. C-ni də çıxırsan, B-ni də çıxırsan, cavabın D bəndi qalır. Beləliklə lap digər varianta da baxa. Bax, nöqtən burdadır. Burdadır. Bax bu ki, hərəkət eləyib, sonra təzədən bax yerində qalıb. Görürsüz? Və tezdən yenə hərəkət eləyib. Hərəkət edibsə nə olmalı? Bu dəfə yerində qalmalı. Yəni bir dəfə hərəkət edib, bir dəfə yerində qalır. Zaten şərtimiz ödəyir. Növbəti sualımıza baxırıq. Deməli, operator sualı verib bizə. Bax, məsələ nədir burada? Misal üçün, kənarları toplayıb ortaya bölürsən. Bax, 2 ilə 7-nin cəmi nə verir bizə? Bizə verir 9, 9-u 3-ə böləndə alırsan 3. 1 ilə 1-in cəmi 2, 2-ni 2-yə bölürsən 1. 5 ilə 2-nin cəmi 7, 1-ə bölürsən 7. 7 ilə 8-in cəmi 15, 3-ə bölürsən 5. Yəni kənarları toplayıb ortaya bölürsən. Və burada da 4 ilə 4-ün cəmi 8, 4-ə böləndə buranın cavabı 2 eləyir. 7 ilə 1-in cəmi 8, 4-ə böləndə buranın cavabı eləyir 2. Deyir ki, indi bax bunları bir-bir tapmalısan və axırda artma sırası ilə düzməlisən. Bax, 6 ilə 1-in cəmi 7, düzdürmü? 7-yə böləndə olur buranın cavabı 1. 4 ilə 5-in cəmi 9. 9-u böləndə deməli 9-u bölürük 3-ə eləyir 3. 3 ilə 3-ün cəmi 6, 3-ə bölürsən 2. 6 ilə 2-nin cəmi 8, 2-yə də bölürsən 4. Artma sırası ilə düzün deyirsə, azdan çoxa doğru. Birinci gəlir 1. Sonra gəlməlidir bu, yəni 3. Sonra gəlməlidir bu, yəni 2. Ən axırda da ən böyük bu. Cavab olur 13, 24. O da verir bizə C bəndi. Növbəti sualımız çox asan sualdır. A-nın yerinə A yazırıq. B-nin yerinə neçə yazırıq? 30. Bərabərdir. A-nın kubu. A ilə A daxil qalır yerdə A-nın kubu. Çıxılsın. B. B neçədir? 30. Bu nəyə bərabərdir? Bu bizə bərabərdir 34-ə. A kubu çıx 30, 34-sə tapıram ki, buradan. A kubu bərabərdir 64. A nəyə bərabər imiş? 4-ə bərabər imiş. Növbəti sualımıza baxırıq. Bu da sadə sualdır. Gavalı nədir? Meyvənin bir növüdür. Kəpənək nədir? Təbii ki, həşəratın bir növüdür. Növbəti sual tərəzilər mövzusuna aid sualdır. Elə də çətin sual deyil. Bizdən nə istəyir? Baxın, belə bir tərəzi verib 2 dənə dairəni istəyir. Bax, dairənin qardaş biri burdadır, digəri burdadır. Mən bu ikisini də bir yerə yığmaq üçün nə etməliyəm? Bax, bunları tərəf-tərəfə çarpaz toplayacağam. Bax, bunu ilə bunu toplayıram, bunu ilə də bunu. Bax, bu iki üçbucaq dairə var. Bura götürürəm. Bax, bura yazıram dairə. 2 dənə də üçbucaq var axı. 2 dənə də üçbucaq atıram bura. Görürsüz? Burada 2 üçbucaq dairəni gətirib atdım. Bax, bu tərəfə. Bunun yanına. İndi burada 2 kvadratı da gətirib tullayıram bax bura. 2 kvadrat. İndi ixtisarlarıma aparanda bax 2 dənə üçbucaqlarım getdi. Bir dənə də kvadratım getdi. Nə qaldı məndə burada? 2 dənə dairə nəyə bərabərdir? Üçbucaqla kvadrata. Cavabım olur D bəndi. Növbəti sualımıza baxırıq. Şəkildə neçə düz bucaq var? Baxın, düz bucaq deyir ha, düz bucaqlı demir. Düz bucaq ayrı şeydir. Düz bucaq nədir? Bax, misal üçün, bura düz bucaqdır. 90 dərəcəli bucaq. Burada əsas nəyi bilmək lazımdır? Bax, bir xətt nöqtədən 4 dənə düz bucaq var. Bax, belə olan halda burada görürsünüz 4 dənə düz bucaq var. 1, 2, 3, 4. Bax, əsas bunları saymaq lazımdır. Gəl biz nə edək? Baxıram ki, deməli, bax, götürüb biraz bunu böyüdək, təbii ki. Aha. Bir-bir sayacağam. Yaza-yaza sayacağam. Bax, indi nə edirəm? Deməli, birinci başlayıram. Bax, misal üçün, hardan başlayaq? Bax, birinci başlayıram bu nöqtədə. Bax, bu nöqtədə neçə dənə düz bucaq var? 1, 2, 3, 4. Bax, bu nöqtədə 4 dənə var. Bax, 1, düzdürmü? Ondan sonra 2, eyni şeydə. 3, bax, eyni nöqtədən 4 dənə var. Hərəsində 4 dənə var axı düz bucaq. 4-ü 4-ə vurursan eləyir 16 dənə. Buranı tapdıq. İndi gəlirəm nəyə? Misal üçün, bax, burada neçə dənə düz bucaq var? Bax, burada bir dənə düz bucaq var da gördüyümüz kimi. Bundan neçə dənədir bizdə? Bu nöqtədən 1, nöqtələri saymaq lazımdır. 2, 3, 4 dənə.
4 dənə də hərəsində bir dənə var, olur 4. Ondan sonra, deməli, indi baxıram misal üçün, bax, bizim bu nöqtəmizdə nə qədər düzbucaq var? Bax, nağd 1, burada da 1, 2. Bir də baxın, bir də bax bu özü də düzbucaqdır, düzdürmü? 3. Görürsüz, bu nöqtədə 3 dənə var. Çünki bax, bir belə, bir də belə. Bir də bax bunun özü də var da, düzdürmü? Bax bu da. Burada 3 dənə oldu deməli. Burada 3 dənədir. Bax yenə də deyirəm. Biri bu, ikincisi bu, üçüncüsü də bax tam bunun özü. Yəni bu paxlavanın qırağı. Burada 3 dənədir. Bax bundan 3 dənədirsə 1, 2, 3, 4 dənə bu nöqtədən var da, düzdürmü? 3-ü 4-ə də vursan ayır 12 dənə burada. Bir dənə bax bu nöqtəm qaldı, fikir vermisinizsə. Bax bir dənə bura qaldı. Burada nə qədər düzbucaq var? Bax 4 dənə belədir, 4 dənə də belə. Bax 4 dənə bunlardır, düzdürmü? Ali üstəgəl kimi olanlar. Yəni bu plus kimi olan var burada 4 dənə. Bir də bu x kimi olan var. X kimi olanda da 4 dənə də, düzdürmü? Bax belə bir şey. X kimi olanı da gəlin qırmızı ilə göstərim sizə. Bax x kimi olanlar bax bunlardır. 1, düzdürmü? 2, 3, bu da 1, 4. 4, 4, 8 dənə də burada. Elədir, 20, 36-dır, 40 dənə. Cavabımız olur A bəndi. Görürsünüz, bütün nöqtələri saydım. Növbəti sual, bu da artıq dövlət qulluğunun demək olar ki, məşhur suallarından biridir. Hər imtahanın olmazsa olmaz suallarından biridir. Şərti artıq deyir ki, verilmiş bu iki sözlər, bu sözlərdən hansı ikisini birləşdirəndə anagram kimi də, yəni yerlərini falan dəyişdirə bilərsən. Yeni söz yaranır. Burada da uzun-uzadı deməyəcəm. Cavab 2 ilə 3 olur. Bu ən yaxşı necə tapa bilərik? 2 ilə 3-də nədir? Rahiblə saq sözlərdə. Bax, rahib sözünü uzun olanı yazırsan biraz aralı. R, A, H, I, B. İndi saq sözü deyil. Saq sözünü atırsan arasına. Misal üçün S, misal üçün A, burada yazıram K. Bax, bunu biraz anagram kimi düşünürsən ki, görürsən, A, buradan hansı söz düzəlir? Sahibkar. Bax, S, A, H, I, B, K, A, R olur sahibkar sözü. Növbəti sual çox asan sualdır. Yəni, bundan asan sual düşə bilməz imtahana. Bax, sütun üzrə hər dəfə 2 vahid artır. Görürsünüz? 17, 19, 21, 23. İndi 23, 25, 27 burada olacaq 29. Cavab olur C bəndi. Sətir üzrə baxsan, bax 4 artıb, 5 artıb, 6 artıb. Bax, hamısı 4, 5, 6, 4, 5, 6 gedir. Bu prinsiplə davam edir. Növbəti sual, bu da sadə suallardan biridir. Yəni, asan görmək olar bunu. Baxın, fikir versəz, yuxarıdakı ədədlər aşağıdakı ədədlərdən təqribən 2 dəfə daha doğrusu çoxdur. Burada 2-nin misilləri ilə rol oynayır. Nədir məsələ burada? Yəni, bax, 8-in 2-yə vuranda nə edir? 16, 1 çıxıram 15. Yəni, aşağıdakı ədədi 2-yə vurub 1 çıxanda alıram yuxarıdakını. Bax, 7 vur 2, 14, 1 çıxıram 13. 26-nı 2-yə vuram 52, 1 çıxıram 51. İndi bu 25 deyil. 25-i 2-yə vuram 50, 1 çıxanda olacaq 49. Zaten cavabımız A bəndi qalır. İndi burada 50 lazımdır. 50-də 2-yə vuranda 100, 100-dən də 1 çıxanda olur 99. Növbəti sualımız da artıq dövlət qulluğunun demək olar ki, çox istifadə olunan suallarından biridir. Hansı elə bir variant seçməlisən ki, bu sözün sonu birincinin sonu, ikincinin əvvəli olsun. Cavab burada A bəndidir. Bax, ebo, bundan nit düzəldirsən nit olur. Bax, ebonit. Ebonit şeydir, bu kimyada falan ebonit çubuğu, fizikada kimyada ebonit. Ebonit, bu nədir? Nitrit. Nitrit isə məsələn nitrit turşusu var. Cavab olur A bəndi. Növbəti sualımız deməli, həm toplama, həm də vurma cədvəli verilib. Adətən bilirik ki, vurma cədvəlində rəqəmlərdən istifadə edirik. Məsələn, 49 ancaq 7 vur 7 olacaq. Prosta burada A ilə B bərabər olacaq. Ona görə gəlin burada rəqəm atmayaq. Gəl həlli ilə yazaq. Və yazıram, A üstə gələcək 24-dür. Qeyd edirəm. Deməli, bircə dəqiqə. Aha. A üstə gələcək 24-dür. Deməli, A üstə gələcək bərabərdir bizdə oldu 24. Ondan sonra A vur B 49-dur. A vur B bərabərdir 49. B vur C 35.
B vur C bərabərdir 35. Nə edərəm? Baxın, tapmaq olar əslində fərqli üsullarla. Bax, 3 dənlikdən bu ikisi bir-birinə oxşuyur. Gəl bunları nə edək? Tərəf-tərəfə bölək, A-la B-lər getsin də. Bax, bunu buna böləndə B-lər gedir. Nə qalır burada? A bölünsün C bərabər nəyə? Bərabərdir 7 böl 5-ə. 7 ilə 5-in misilləri. A 7x-dır, B də 5x-dır. Bax, A-nın yerinə gətir burada 7x qoyaq. 7 mislidir axı, üstə gəl. B-nin də yerinə 5x qoyaq. Eləyir 24. Toplayanı bunları 12x bərabərdir 24. X 2-dir deməli. X 2-dir o deməkdir ki, A bizdə 14-dür, C 10-dur. Çıxanda alınır 4. Hə, yaxşı. A 14-dürsə, bəs B neçədir? B bilsin neçədir bu sualda? 3,5. Yəni kəsr ədəddir. Sıxıntı yoxdur, yəni ola bilər. Şərt falan verməyib heç bizə. Bu cür həll eləyə bilərik. Növbəti sualımız hər imtahan istifadə olunan sual tiplərindən biridir. Birinci və ikinci ardıcıllığımız eynidir. Ona uyğun 3-dən 4-ü tapmaq. 3 verilib 4-ü tapmaq lazımdır. Deməli, variant bunlar verilən suallardır. Aha, variantlar qarışmaz. Bax, nə edirəm? Bundan buna gələndə nə edib? Üzərinə 2 gəlib, sonra nə edib? 3 çıxıb. Baxın, 2 gəlib, 3 çıxıb. Deməli, düsturum nə oldu? 2 gəlib, 3 çıxmaq. İkincinin düsturunu yazıram. 3 çıxıb, 2 gəlib. 3 çıxıb, 2 gəlib, 3 çıxıb. Deməli, nə oldu? 3 çıxıb, 2 gəlmək. 3 çıxıb, 2 gəlmək. Növbəti düsturumu yazıram. 5 gəlib, 4 çıxıb. 5 gəlib, yox, üzr istəyirəm. 5 gəlib, 1 çıxıb. 5 gəlib, 1 çıxıb. Aha, belə. 5 gəlib, 1 çıxıb. İndi bax, 1 ilə 2 əlaqəlidir, bilirəm. Gəl analiz eləyək. Burada dəyişən nədir? Bax, çarpaz şəkildə yerlərini dəyişiblər. Bu nə deməkdir? Çıx 3 gəlib olub nə? İkinci idi, burada gəlib birinci gəlib. Fikir versəz, burada üstə gəl 2, əvvəlli idi. Gəlib üstə gəl 2 axıra. Yəni çarpaz şəkildə bir-birinin yerini dəyişib. Mən bu çıx 1-im var, nə etməlidir? Əvvələ gəlməlidir. Üstə gəl 5-im, əvvəldə idi, burada axıra getməlidir. Yəni düsturum olur. 1 gəlib, 1 çıxıb 5 gəlmək. Bax, 1 çıxıb 5 gəlib. 1 çıxıb 5 gəlib. Burada 1 çıxmalıydı. Burada üstünə 1 gəlib. Ona görə B deyil. 1 çıxıb 5 gəlməlisən. Bax, 1 çıxıb 5 gəlib, 1 çıxıb 5 gəlib. Bəli, 1 çıxıb, cavab olur C bəndi. Növbəti sual operator mövzusuna aid sualdır. Bu arada bu təkrar sualdır. Əvvəl düşüb imtahana, magistr imtahanına daha doğrusu. 4 ilə 8-dən 5 adlanır. Bax, alınıb. 4-ü 8-ə vurursan nə eləyir? 32. İndi 32-dən 5 almaq olar. 32-nin rəqəmlərini toplayanda 5. 7-ni 9-a vurursan 63. 6 ilə 3-ün cəmi eləyir 9. 12-ni 4-ə vurursan 48. 4 ilə 8-in cəmi 12. Burada da 15-i 2-yə vurursan 30, 30-un rəqəmləri cəmi 3, 3-ü 7-yə vurursan 21, 21-in də rəqəmləri cəmi 3. 15-i 5-ə vuranda eləyir 75, 75-in də rəqəmlərini toplayanda neçə eləyir? Eləyir 12, B variantı. Növbəti sualımıza baxırıq. Deməli, bu sual da məşhur suallardan biridir. Bağcıqlar sualına aiddir, sual tipinə aiddir daha doğrusu. Bax, burada belə bir sual fiqur verilib. Bu fiqur gəlib bu formada deformasiyaya uğrayıb. Sən tapmalısan ki, hansı dairə hansı hərfi ifadə edir. Rahat dərsində. Bax, K-dan baxın bir dənə xətt çıxan yalnız K diyoruz. K-dan yalnız bir dənə xətt çıxıb. Avtomatik K bura olacaq. Bura oldu K. K gəlib nəyə birləşir? Baxın, gəlib birləşir M-ə. Onda bu K budursa, bura olacaq M. İndi. Baxın, M-in birləşdiklərindən, bax, bundan 2 xətt çıxır. Bundan 3 xətt çıxır. Düzdürmü? M-in birləşdiklərindən söhbət gedir də. K-nı zaten saymıram, tapmışam. Bundan isə 3 xətt çıxır. 2 xətt çıxan bir dənə N-dır da. Bax, M-in birləşdiyi 2 xətt çıxan nədir? Bax, Y görürsüz. M-in birləşdiyi 2 xətt çıxan Y. Baxın, Y-dan 2 dənə xətt çıxır. Onda Y oldu N. N-in də digər birləşdiyi hansıdır? R. X də oldu R. Bizdən X və Y istəyir. X olur R, Y olur N. Cavabım olur B variantı. Növbəti sual sadə suallardan biridir. Şəkil əlaqələri mövzusuna aid sualdır. Bu fiqur gəlib bu hala düşüb, bu fiqur hansı hala düşəcək? Bu fiqurdan bu fiquru almaq üçün, bax, bu fikir versə, bu elə nədir? Bu fiqur elə budur da, düzdürmü? Bunu yuxarı yazır. Bəs bu nədir? Bax, bu fiqur da bunun nə idi? Aşağıdan elə bir ki, güzgə simmetriyası. Bax, bu fiquru yuxarı qoyur,
Bu fiqurun da aşağısına nə yazır? Bunun güzgüsünü. İndi bu fiqur məndə baxın yuxarıda olmalıdır. Görürsüz? Aşağıda nə olmalıdır? Bax bu fiqurun güzgü əksi. Baxın bununla bu həqiqətən bir-birinin güzgü əksidir. Cavab nə olur? A bəndi. Növbəti sual operator mövzusuna aid sualdır. Deməli, bax bu nümunədən tutmaq olar əslində. Dəfələrlə gördüyümüz sual tiplərindən biridir. Biraz orta səviyyəli sualdır. Bax 13 ilə 15-dən 43 necə alınır? Bax 15-i 15 var ha. Bu 15-i vurursan 2-yə. Eləyir neçə? 30. 30-un üstünə bu 13-ü gəlirsə eləyir 43. Yəni ikinci tərəfi 2-yə vurursan. Düsturun belə olur. A üstə gəl 2B. Bax məsələn 5-i 2-yə vururam 10, üstünə 12 gəlirəm 22. 13-ü 2-yə vururam 26, 26 üstünə 22 gəlirəm olur 48. İndi 17-ni 2-yə vuranda olacaq 34. 34-ün üstünə nə gələcəm? Bu 28-in özünə. Bu da bizə verəcəyi 62. Yəni A bəndi. Növbəti sual deməli, fiqur ədəd əlaqələrinə aid sualdır. Düşünüb tapmaq olar. Baxın, ümumiyyətlə belə suallar biraz qarışıq oxşasa da, qarışıq sual kimi görünsə də, əslində çox sadə olur. Bax, 6 ilə 4-dən 12 necə alınır? 6-nı 4-ə vurursan 24, alınan cavabı bax bölürsən 2-yə. Görürsən? Vurub 2-yə bölürsən. İndi bu üçbucaqlardan dairələr belə alınıb. İndi misal üçün 4-ü 8-ə vurursan 16, 16 üzr istəyirəm 4-ü 8-ə vurursan 32, yarısı nədir 16. Deməli üçbucaqları vurub 2-yə böləndə dairə alınır. İndi 6-nı 5-ə vururam 30, 2-yə böləndə n olacaq 15. N zaten 15 oldu. Cavabım avtomatik A ilə B-dən biridir. İndi bax məsələn burada L də tapa bilərik. L deyək də buna. Bax L ilə 8-dən 12 alınıb. Yəni L-i vurmuşam 8-ə, bölmüşəm 2-yə, bərabər olub 12-yə. Yazıram L vur 8 bərabərdir 24-ə. L bərabərdir nəyə? 3-ə. L 3 olur. Cavabımız zaten B variantı qalır. Ya lap digərlərində deyək. Digərlərində məsələ nədir? Digərlərində isə çıxıb 2-yə vururuq. Aha. Bəli, bax. Məsələn 14 ilə 8-dən 12 alınıb. Necə alınıb? Bax, məsələn 15 ilə 12-dən 6 alınıb. Bundan bunu çıxırsa nə eləyir? 3, 3-ün 2 qatı nədir? 6. Alınan cavabı 2-yə vurursan. 14-dən 8 çıxıram 6, 2-yə vururam 12. Onda K olacaq 18-dən 7 çıxanda 11, K olacaq 22. M də olacaq neçə? Bax, M-in qiyməti nə qaldı? 5 oldu avtomatik. Bax, həqiqətən 12-dən 5 çıxanda 7, 2-yə vursan 14. Gözəllər də çətin sual deyil, sadəcə düşünüb biraz tapmaq olar. Növbəti sualımız məşhur bulud suallarından biridir. Hər dəfə imtahana demək olar ki, bax bu sualdan düşür. Məsələ nədir? Bax, ox göstərir ki, buradan başlamaq lazım. Yəni bax bu sistemlə getmək lazımdır bizə. İndi mən nə edirəm? Bax, fikir versəz, deməli 6 gəlib olub 24. 6-nı 24 eləmək üçün nə lazımdır? Bilirəm ki, 4-ə vurmaq. Baxın, bu 7 bucaqdır, bu 3 bucaq. 7 ilə 3-ün fərqi nədir? Bax, bu fiqurum 7 bucaqdır, içindəki isə 3 bucaq. 7 ilə 3-ün fərqi 4 eləyir. Deməli, dairə özü vurmaq deməkdir. Dairə vurmaqdır. Bax, misal üçün, 3 gəlib olub 9. Niyə 3-ə vurmuşam da? Həqiqətən 7 bucaqdan 4 bucağı çıxanda, bu 7-dir, bu da 4 bucaqdır. Çıxanda eləyir 3, vurmuşam. Dairə oldu vurmaq. Bizdən bu arada A-dan B-ni istəyir. A buradadır, B burada. Bax, məsələn, 24, 12 necə olar? Bax, 24-ü 12 eləmək üçün 2-yə bölərsən. Deməli, bu yarım dairə var, ha. Bu, bölməni xarakterizə eləyir. Burası, bax, 5 ilə 3-ün fərqi nədir? Bucaqları çıxırsan da 2. Yəni, burada vurma bölmədə fərqi yoxdur, hansından hansını çıxırsan. Yəni, mənfi nəzərə alınmır. Çıxırsan 2, 24-ü 2-yə bölürsən 12. Onda gəlin B-ni tapaq. 12-ni görüm neçəyə böləcəm. Ortada yarım dairə var axı. Bax, 5 bucaq, bu da 3 bucaq. Elədi də fərqi 2. Mən 12-ni 2-yə böləcəm. Eləyəcək B-miz 6. B-ni rahat tapdıq. İndi bax, A necə alınıb? 9-dan sonra gəlib alınıb da, düzdürmü? Bax, belə olanda toplama çıxma olur. Bax, misal 2 gəlib olub nə? 3. Bilirsən ki, üzərindən sadəcə 1 gəlmişsən. İndi görüm niyə 1? Bax, bu 7 güşəlidir, 7 bucaqlıdır. Bu isə 6 bucaqlıdır. Burada toplama çıxmada fərqi var, ha, hansından hansını çıxırsan. 7 6 deyil bu. Bilirəm ki, belə deyək də bunu bax. İçəridəkindən çıxıram, nəyi? Çölündəki fiquru. Alınan cavabı toplayıram, üstünə gəlirəm. Bax, məsələn, içəridəki 7-dir, çöldəki 6. 7-dən 6 çıxıram, nə eləyir? 1. 2-nin üzərinə 1 gəlirəm. Görürsünüz? Alınan cavabı toplayıram da yəni. İndi
Burada içəridəki 6-dır, çöldəki 4-dür. İçəridən çölü çıxanda, altdan 4 çıxanda edir 2. Neynirdim? Üzərinə gəlirdim də. 9-un üzərinə 2-ni əlavə edəndə A olacaq 11. Bax, burada isə bax 11-dən 10-a necə gəlir? Bax, içəridəki nədir? 6-dır, çöldəki 7-dir. 6-dan 7-nin çıxanda edir -1. İndi bax, sən bu buranın cavabı nə elədi? Deməli, buranın cavabı 11 elədi də. 11-in üzərinə -1 aldıq axı bunu çıxanda. 11-in üzərinə -1 gəlir. Yəni ki, 11 üstəgəl -1. Bu olur nə? 11 çıx 1 eləyir 10. Görürsünüz, həqiqətən ödəyir. Bitdi, getdi. A 11, B də 6. Bunların cəmi verir 17. Növbəti suala baxırıq. Elə də çətin sual deyil. Bax, məsələ nədir? Bax, ümumiyyətlə ardıcıllıq tipli suallarda əvvəllərdən bilmirsənsə, ortalardan başlayın. Məsələn, 1-dən 4-ə gəlmək üçün üzərinə 3 gələ bilərəm. Nə bilim, 4-ə vura bilərəm, bilmirəm də, ehtimal çoxdur. Amma misal bax 4-dən 12-yə gəlmək üçün ancaq 3-ə vuraram. Bax yazdım vur 3. 12-dən 9-a gəlmək üçün 3 çıxaram. 9-dan 12-yə gəlmək üçün yenə 3 gələrəm üzərinə. 12-dən 36-ya bax yenə 3-ə vuraram. 36-dan 33-ə baxın yenə 3 çıxaram. Bundan buna isə 3 gələrəm. Bilirəm ki, 3-lərlə əlaqəli bir şeydirsə, yəqin ki, burada da üzərinə 3 gəlir. Belə baxanda biraz qarışıq görsənə bilər. İndi bax oxuyaq bu yazdıqlarımızı. Bax, üstə gəlir 3, vur 3, çıx 3. Üstə gəlir, vur, çıx. Görürsünüz, 3 dənədən bir təkrar olur. Bax, üstə gəl, vur, çıx. Baxın təzədən. Üstə gəl, vur, çıx. İndi burada üstə gəldirsə nə olacaq? Burada vur 3 olmalıdır. Burada isə çıx 3 olmalıdır. 36-nı 3-ə vuranda olur 108. 108-dən də bu 3-ü çıxanda alır 105. Cavabım olur A bəndi. Görürsünüz, yəni artımları yazıb və bunları analiz edəndə bu hissəni görüb tutmaq olur. Növbəti sual deyir, aşağıdakı fiqurlar birləşərək dairə əmələ gətirir. Aha. Birləşərək dairə əmələ gətirir. Artıq fiquru deyir seçin. Bax, biz nə edirik? Ümumiyyətlə, belə sualların ən gözəl yolu fiquru fayl üzərində çəkməkdir təbii ki. Çünki bunlar bəzən çətin də ola bilir, asan da ola bilir. Bəzi suallar var, göz yarı görmək olur. Bəzilərinin isə göz yarı görmək olmur. Onun üçün fayl üsulu var. YouTube kanalında axtarış eləsəz görəcəksiniz. Fiqurun fayl üzərində çəkilməsi yazsaz çıxacaq bu sualların izahı. Bax, artıq fiqurları seçməliyəm. Yəni bu 7 fiqurdan, bax variantlar 2-dən. Deməli 5-in birləşəndə dairə əmələ gəlir. Bax, onsa göz yarı bunu görmək olur. Bax, 6 ilə 2 baxın iç-içə gedəcək. Görürsüz? Bu 6-nı götürüb iç boyu içinə qoyaram. Bax, gəl 2 nömrəli fiquru tullayıram bura. Baxın, mən indi təxminən çəkirəm. Belə deyək də, ola bilər biraz mexaniki səhvlik olsun. Mən indi təxminən sizə çəkib göstərirəm. Baxın, bu oldu bizdə hansı fiqurumuz? Bu oldu bizim 2 nömrəli fiqurumuz. Baxın, bura oldu 2 nömrəli fiqur. Bunu dedik, bu diliminin yanına nə qoyuruq? 6 nömrəli fiquru. Baxın, görürsünüz 2 nömrəli fiquru budur, bu da 6 nömrəli fiqur. Mən 2-ni və 6-nı istifadə elədim. Yerdə nə qaldı? Bax, dairə eləmək üçün bizə belə bir şey lazımdır. Bu da nədir? Baxın, 5 ilə 7-dir də, düzdürmü? Bax, bunu elə bir ki, belə deyək də, bu hissəsini məsələn atıram da, bu hissəsini 7 nömrəli fiquru qoyarsan, düzdürmü? Burada nədir? 5 nömrəli fiqur. Görürsünüz, təxminən oxşadı. Bax, bizdə hansıları istifadə olunmadı? 1 və 3 istifadə olunmadı. Bunun isə göz yarı tapıb birləşdirmək olur. Cavabım olur A bəndi. Növbəti sual hesab əməllərinə aid sualdır. Çox sadə suallardan biridir. Bax, CBA-nı bilirəm ki, D-yə vuranda CBA eləyir də, düzdürmü? Çubuqlu bölmədə. Bax, ABC-nin içində elə bir CBA bir dəfə var. Yəni bir dəfə yox, D dəfə var. Nəyinə bunu buna vurub bura yazıram da. Bax, deməli CBA-nı D-yə vuranda CBA eləyirsə, nəyi D-yə vuranda özü eləyər? Yəni belə deyək də, CBA-nı nəyə vuranda CBA eləyər? Avtomatik bilirsən ki, D 1-dir. Və D-miz oldu 1. D-nin qiyməti 1-dir. Bir də hesab əməllərində bizdə baxın burada qızılı qaydamız var idi. Bax, fikir edin ABC-dən CBA çıxıb. Yəni ədədin özündən tərsini çıxıb. Mən bilirəm ki, ədədin özündən əgər tərsini çıxırsansa, ortada nə olurdu? Həmişə 9 olurdu. Kənarların cəmi 9 olurdu. Ədədin özündən tərsini çıxanda ortada həmişə 9, kənardakı bu iki ədədin cəmi 9. Yəni bu kənardakı ədədlər 1, 8, 2, 7, 3, 6 və s. belə ola bilər. 5, 4 ola bilər. Amma ortada həmişə 9-dur. Sonra D1, Y9 cəmi eləyir bunların 10. Növbəti sual sahə və perimetr mövzusuna aid sualdır.
Deməli nə edirik biz burada? Baxın, verilmiş fiqurun sahəsini hesablayın. Bax görürsüz ortada belə bir fiqur verib. Aha. Deyir pi 3'dür, hər damanı da 1 eləyin. Yəni hər damanımız 1 santimetrdir, problem yoxdur. Pi özü də 3'dür. Nə edirəm burada? Bax fikir versəz, bax bura nədir bizdə? Gəlin bu cür rəngləyəcəm. Bax bu hissə, düzdürmü? Və mən hansı tərəfi sayıramsa, nə edirəm? Oranı rəngləyəcəm. Bax bizdə bura bir dairənin 1/4-idir, düzdürmü? Bura. Eyni şey burada da var, baxın. Aha. Buranı da qeyd eləyək. Baxın, bura görürsüz dairənin ikinci bir 1/4 hissəsi. Bir də bax bizdə var, bizdə bu hissə. Burada nədir bizdə? Bax burada müəyyən bir dairənin 4-dən 1 hissəsidir. Aha. Bax bu 3 dənəsi nədir? 4-də 3 hissə. Bax indi gəl biz belə eləyək. Bunları dairə kimi nəzərə alsan, bu dairə olanda normalda necə olur bu? Belə bir şeydir, düzdürmü? Bax dairənin 4/1-dir. Bura əslində mərkəz olur. Bax bu dairənin, bu hansı dairənin 4/1-idir bu? Radius neçədir bu dairənin? Radiusuna baxın 3. 1 2 3. Bu arada niyə radius lazımdır mənə? Dairənin biz sahə düsturunu bilməliyik ilk öncədə. Dairənin sahə düsturu pi r kvadratı ilə hesablanır. Pi zaten 3-dür. Radiusun kvadratı ilə tapırıq da. İndi yəni pi-ni 3 verib də gəl yazaq ki, sahənin 3r kvadratı. İndi bizdə radius neçə oldu? Radius da nə idi? Radius dairənin elə bir mərkəzindən kənara qədər olan məsafəsi adlanır radius. Hər hansı bir dairədir, mərkəzdən qırağa qədər olan məsafə. Bu dairənin bildik ki, radiusu 3-dür. Radiusu baxın, yuxarıda 3-dür, sola da 3-dür. Radiusu 3-dürsə 3 vurur 9, 3 vuranda 27-dir. Normalda bir dənə dairənin sahəsi 27-dir. Bu 3 dənə də axı, bax, yəni necə bir dənə? Obşi dairəmiz, bax belə bir dairəmiz oldu 27. Bizə hansı hissə lazımdır? Bax, bura, bura və bura, düzdürmü? Çünki 3 dənəsi elə 4-də 3 deməkdir. Yəni biz 27-nin 4-də 3-ünü tapmalıyıq. Normalda var ha, 27 tapdığa, düzdürmü? Bax, bura nədir? 27-nin 4-də 1-i. Burada 27-nin 4-də 1-idir, burada 27-nin 4-də 1-i. Yəni bunlar üçün bir yerdə 27-nin 4-də 3-ü hesablanır. Yəni 27-ni vururam 4-də 3-ə. Üstünə gəlirəm. İndi keçirəm nəyə? Bax, misal üçün, gəlin biz bu kvadratları sayaq. Bax 1, düzdürmü? Bunlara eğer ki saydıqca nə edirəm? X qoyacağam. Ki bunları saymışam. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hə, bax bura 11. Bax bu yarımçıqla bu yarımçıq birləşdi nə elədi? Bunlar birləşəndə bir dənə dairə əmələ gəldi. Oldu 12. Üzərinə gəlirəm 12. Bax bizdə bir dənə nə qalıb? Baxın fikir versəz, bizdə bir bax bu hissə qalıb. Görürsüz balaca bir hissə. Bir də bizdə baxın, bax bizdə bir qalıb bu hissəmiz. Düzdürmü? Bax bu hissəmiz. Bir də qalıb hansı hissəmiz? Bir də qalıb onun oxşarı, yuxarı, sol yuxarı tərəfdə. Sağ yuxarı tərəfdə daha doğrusu. Bax bir bizdə bu hissəmiz qalıb. Bir də qalıb baxın, eynən bax bu hissəmiz. Yəni bu ikisinin sahəsini tapırıq, cavabımız çıxır. Biraz problem buralarda olur adətən tələbələrdə. Bəs bunları biz necə tapırıq? Bax, belə eləyək də biz indi bunu. Fikir versəz, bax bu normalda nədir bizdə? Bu normalda bizdə bir full kvadratdır, düzdürmü? Sahəsi neçədir bunun? Bax 4 dənə damanı əhatə eləyir də 4. Normalda bunun ümumi sahəsi 4-dür. Mən bu 4-dən, dostlar, baxın bu 4-dən çıxacam nəyi? Bax, bu dairənin 4-də 1-idir axı. Bu dairənin radiusu neçədir? Bax buradakı dairənin. Görürsüz, bax bu hissə var ha, dairə. Ağ. Dairənin radiusu baxıram ki 2-dir. İndi pi r kvadratını yerinə qoyanda 2-nin kvadratı 4, 3-ə vuranda 12. Normalda bu dairə var, amma belə bir dairədən söhbət gedir də, təxminən göstərirəm. Belə bir dairədən. Bu dairənin sahəsi radiusu 2-dirsə, sahəsi olur 12, pi r kvadratını hesablayıram. 2-nin kvadratı 4, 3-ə vururam 12. Bura 12-dir. Bura nədir bəs? 12-nin 4-də 1-dir. Yəni buranın sahəsi 3 deməkdir. Hə, o ki 4 idi. Bura 3-sə onda bu yaşla nə qalır? Yaşla qalır 1. Üzərinə gəlirəm 1. Düzdürmü? Bax, ümumi 4 idi. Buranın dairənin 4-də 1-i ilə tapdım. Buranın sahəsi 3-dür. Bura 4, bura 3-sə, bura 1 qalır. Eyni şey burada eləyərik. Bax. Baxıram indi bu kvadrat özü 1-dir. Düzdürmü? Bu da nədir? Dairənin elə 4-də 1-idir də. Bax, burada belə bir dairə olmalıdır. 4-də 1-dir. Bu dairənin radiusu neçədir? 1. Sahəsi pi r kvadratıdır. Yəni 3 vurulsun 1-in kvadratı yenə 3 eləyir sahəsi.
3-dən nəyi çıxmalıyam? 3-ün bu 3 bu arada bunun sayəsidir ya ümumi. 3-ün mən neyini tapmalıyam? 4də 1-ni. Ki 4də 1-dir axı. 3-ün 4də 1-i nə eləyir? Eləyir bizdə 0,75. Bura oldu 0,75. Düzdürmü? Axı ümumi kvadratın 1 idi. Bura 0,75 isə 1-dən 0,75-i çıxıram. Bura qalır 0,25. Deməli bir də axırda 0,25 gəlməlisən üzərinə. Heç nə. 27-nin 4də 3-ünü tapırıq. Eləyir 20,25. Bura elədi 20,25. Üstünə 12 gəlirsən. Eləyir 32,25. Üstünə 0,25 gəlirsən. Eləyir. Hə, bu arada 12 var, bax 1 də var ha burada. 20,25-in üstünə 13 gəlsən eləyir 33,25. Bu da 0,25-də gəlirsən eləyir 33,5. Yəni belə deyək də 12 1 13. Bu elədi 20,25. Bununla bunu cəmi eləyir 20,5. 20,5-in üstünə 13 gəlirsən eləyir 33,5. Biraz düz uzun sualdır. Yəni əslində mahiyyətini biləndə rahatlıqla tez-baza eləmək olur. Sadəcə mən istəyirəm ki, tam ətraflı aydın olsun. Ona görə bəzən biraz uzun çəkə bilər suallar, izahları. Cavab oldu A bəndi. Növbəti sual Kakuro mövzusuna aid sualdır. Qaydalar falan burada yazılıb. Mən sadəcə bu qaydalara ehtiyacım yoxdur. Çünki biz artıq Kakuronun qaydalarını normalda əzbər bilirik. Əsas bizə bu Kakuronun belə deyək özü lazımdır. Və burada axırda bizə nə istəyirdik ki, bax bu ədədlər var, KMNK. Bunlardan hansıları tək, hansıları ciddi uyğunlaşdırıb yazırsan. Və nə edirəm? Gətirib başlayıram buradan misal üçün. Kakuroda əsas qaydalarımız nə idi? Yadımıza salaq. Bax bu üçbucaqlar o demək ki, bax bu 18 o demək ki, bax bu xanaların cəmi 18-dir. Bunların cəmi 26-dır, bunların cəmi 11-dir. Bunların cəmi 17-dir. İndi məsələn bunların cəmi 13-dür, bunların cəmi 30-dur, bunların cəmi 14-dür, bunların da cəmi 15-dir. Yəni ya toplayıb sola yazırsan, ya da toplayıb yuxarı yazırsan. Yəni buna uyğun olaraq, üçbucaqlara uyğun olaraq. Və bir də əsas qaydamız nə idi? Bu Kakuroda 1-dən 9-a qədər rəqəmlər yazılmalı idi. 10 zad yazıla bilməz. Yəni 2 rəqəmli ədədlər ola bilməz. Bir də 0 yazıla bilməz Kakuroda. Minimum 1 yazıla bilər ax xanalara, maksimum 9 yazıla bilər. Mən hardan başlayaram? Başlayaram 17-dən. 17 bilirəm ki, 9-dan 8-dir. Çünki Kakuronun qaydalarını bilməsəniz, tamam, ilk cəhddən bu sual sizə biraz çətin gələ bilər. Amma Kakuronun qaydalarını bilirsinizsə, artıq məlum məsələdir ki, niyə 17-dən başlayıram. 17 ancaq 9-dan 8-dir. Başqa cür göstərmək olmur. Mən bura 9, bura 8 yaza bilmərəm. Bilirsiniz niyə? Bura 9 olarsa, bunların 3 dənəsinin cəmi nə olmalıdır? 5 olmalıdır ki, 9 da gəl 5 14 versin. 3 ədədinin cəmi 5 ola bilməz. Bax minimum 1 2 3 yazsa, onu hələ 6 eləyir. 3 ədədinin cəmi 5 olmaq üçün mümkün deyil. Ona görə avtomatik nə edirəm? 9 ilə 8-i dəyişdirirəm. Bura 8 atıram, bura atıram 9. İndi bura 8 isə bildik ki, bunların biri 1, biri 2, biri 3 olmalıdır ki, 14 eləsin. Bax bura 1 yazsam, ya bura 10 olsun, problem olur. 11 olmalı da. Bura 2 yazsam, ya burada 9 olur, ya yenə problem olur. Deyək təkrar olmamalıdır sətr üstunda. Avtomatik bura qalır 3. Bura 3-dürsə, burada avtomatik olur 8. Bax 3 ilə 8-in cəmi bizə hələ ki 11 verir. İndi baxıram nəyə? Bax bizdə dedik ki 1 2 3 olmalı da burada, düzdürmü? 3-ü tapdıq. 1 ilə 2 qalıb burada. Mən bura 1 yazsam, bax bu 3 dənə ədədin cəmi 25 edir. 3 ədədin cəmi 25 yox, maksimum 24 eləyə bilər. Çünki 9 8 7 qoysan eləyəcək 24. Onda avtomatik bura 1 qoya bilməzsən. Çünki bu qaydalardan artıq bu 24-ün, yəni maksimum 3 ədədin cəmi maksimum 24 eləyə bilər. Bax burada isə 4 ədəddir ya. Və bura bildim ki 1 yaza bilmərəm. Onda bura 1-dir, burada olur 2. İndi bax bildik ki 2-ni 26 eləmək üçün 9 8 7 lazımdır. S-ə 9 ilə 8 deyə bilmərəm. S avtomatik 7-dir. Bax 30-u da düzəltmək üçün 9 8 7 ancaq 23 24 edir də bunları toplayanda. Ancaq 6 qalır bura. Başqa variantı yox. 30 ancaq 9 8 7 6-dır. Bunu da yazdıq bura. Misal üçün, aha, hardan davam eləyə bilərik? 15 misal üçün 9 ilə 6 ola bilər, düzdürmü? Məsələn, bax bura 6 yaza bilmərəm, çünki burada problem var. Bax bura onda 9 yazaram, bura olar 6. Aha. 9 1 6 eləyir cəmi neçə 18, hə, düzdürmü? 9 1 6-ın cəmi 16 eləyir. Bura 2 lazımdır ki, nə olsun? 18 eləsin. O ki, bura 2 olanda bura 11 eləyir. Problem yaranır. Və mən bura 9-dan 6-ını qoya bilmərəm. Nə edirəm?
8-dən 7 qoyuram. 7-ni aşağı qoya bilmərəm, onda 7-ni yuxarı qoyuram. 8-i bura görə ödəyəcəkmi? 7, 6, 1, 14 eləyir. Burada 4 qalır, burada qalır 9. Bax, hər şey ödədik. Görürsüz? Yəni qaydaları biləndə elə də çətin deyil. Yəni sən deyərsən ki, ay müəllim, bax təkrar olmamaydı. Niyə burada 9-lar eyni oldu falan? Belə ola bilər. Sadəcə sətr sütun boyunca təkrar olmasın. Bitdi, getdi. Keçirəm indi suallara. Cüt və tək ədədləri müəyyənləşdirməyimizi istəyir bizdən. Deməli, bax, cütlər hansıdır? Baxın, M və cütləri M, N, M-lə N cütdür. Yəni 1-ə M-lə N getməlidir. 1-ə A-la B gedir. Və cavab B bəndə olur da. 2-yə də C, D-yi. Bunlar da zaten tək ədədlərdir. Baxın, bunlar tək ədədlərdir. 1, 3, 7. Görürsünüz? Bunlar da avtomatik olur belə. Növbəti sualımız, bu sual da dəfələrlə imtahana düşən sualdır. Deyir, hansı fiquru, misal üçün, eyni öz-özlüyü ilə qoyanda bu fiquru düzəltmək olar. Yəni, misal üçün, 15 dənə bundan qoysun, bura düzəldəcəksən. Bax, elə biri 4-dür. Bilirsiniz niyə? Bax, fikir versəz, görün burada çəkib, belə olmayacaq. Deməli, bax, mən nə edəyərəm? Bax, fikir versəz, bu 4 nömrəli fiqur var. Bax, bu 4 nömrəli fiquru, misal üçün, bu 4 nömrəli fiquru. Mən tutalım, atdım bura. Görürsünüz, bax, bu 4 nömrəlini necə var? Götürüb tulladım yuxarı hissəyə. Bax, görürsünüz, bura düzəldi. Görürsünüz, burada var, sıxıntı yoxdur. Bundan bir dənə qoydum. Aha. Ondan sonra bunu belə eləməkdənsə əslində ya biz belə eləyək. Bunu bura qoymayaq. Bax, əslində 4-lə düzəltmək olacaq, rahat olacaq. Bax, belə eləyək. Bax, bu 4 nömrəli fiquru sağa aşır da. Bu 4 nömrəli fiquru sağa aşırdanda olur belə bir halımız. Və təxminən göstərirəm. Bax, bu figurum olur. Bu hissəm olur qara. Bura ağ. Burada olur qara. Düzdürmü? Bax, bu 4 nömrəli fiquru sağa döndərəndə bu olur. Yəni, bax, bunu götürüb atıram bura. Sağa döndərib atıram, baxın, bu hissəyə. Bax, bu oldu 4 nömrəli fiqurum. Aha. İndi bu 4 nömrəli fiquru eynən bu dəfə sola döndərirsə, bunu sola döndərəndə nə olur? Bax, bizdə belə bir şey alınır. Aha. Bax, bu 4 nömrəli fiquru sola döndərəndə, bax, burada olur qara, bir də bura olur qara. Mən özüm belə çəkirəm ki, ayağını şəkildə təsvir eləyəsiz. Bax, bu fiquru da gətirib hara atıram? Baxın, atıram, baxın bura. Görürsüz? Hər şey düzəlir, bax. Bununla bu, bununla da bu. Eyni cür nədir? Necə verilib elə alınır. Bax, bunu düzəltdim. Bax, eyni şeyi burada tətbiq edirəm. Burada. Bax, bununla yəni düzəltmək olur. Yəni bir-birini tamamlayır bu fiqurlar. Biri elə 4 nömrəli fiqurdur. Misal üçün, 4-ü götürürəm. Aha. Misal üçün, ondan sonra. Bax, 3 nömrəli fiquru da həmçinin eyni zamanda nə etmək olar? Götürmək olar. Bax, 3 nömrəli fiquru gəl olduğu kimi tullayaq bura. Deməli. Aha. Bu da gedəcək belə. Bu hissə buranın. Bu belə, bu belə, bu da belə. Bax, daha doğrusu bu da belə. Aha. Bu mənim olduğu nə? 3 nömrəli fiqurumun özü. Bu fiquru bir də bax 180 dərəcə sağa döndərsən, bax eynən gəlib bura nə etmək olur? Bu fiquru atmaq olur. Bax, ki içindəki fiqur var ha, görürsüz? Bax işdə qalan bu fiqur. Bu da eynən nədir? Bax bu fiqurun dönmüş, sağa döndərilmiş versiyası. Yəni bax burada bu fiquru rahat tapmaq olur burada. 1 3 bir də 2 nömrəli fiqur, 5 nömrəli fiqur ən əcaib fiqurdur. Yəni burada bir-birini tamamlamayacaq. Bu Tetris oyunu kimidir də belə deyək. Burada inanın ki, illaki bir boşluqlar falan olacaq. Ona görə 5-i götürmürəm. Bax bir də 1 nömrəli fiqur olacaq. Bax niyə? Bax 1 nömrəli fiquru gəl əl çəkirəm baxın burada. Bax 1 nömrəli fiqurum mənim budur. Aha. Bax, bu oldu mənim 1 nömrəli fiqurum, düzdürmü? Bu fiquru eyni söhbətdir ya. Bax, yenə 180 dərəcə sağa döndərəndə, bax, eynən nə edirsən?
buraya atmış olursan. Vallahi bunu da gəlin yaşıl qələmlə göstərim. Bax, bunu 100 döndərəndə bax bu hissə alınacaq eynən. Aha, belə bir şey daha doğrusu. Hə də təxminən yəni bax eynən bu gəlib bunun içində nə olacaq? Baxın oturacaq, bəli. Görürsüz? Bax, bu fiqur həqiqətən bunun dönmüş halıdır. Yəni 1, 3, 4 uyğun gəlir bizdə. 2 ilə 5-i qurmaq olmur. Yəni quranda pəncərələr alınır. Növbəti sual Hitori'dir. Hitori'nin də həmişə qaydalarını burada bizə verirlər. Biz sadəcə nə edirik? Onlara baxmırıq. Çünki artıq biz qaydaları normalda imtahana girəndə əzbər bilmərik. Hitori'də yəni qaralma var idi. Qaralma var idi, saxlama var idi. Yəni buna pozmaq falan da deyirlər. Nə edirik? Hardan başlayırdıq? 2 dənə eyni ədədin ortasında, 2 dənə A-nın ortasında B varsa, B-ni mütləq nə edirdim? Dairəyə alırdım. Yaxud belə 2 dənə A-nın ortasında belə də ola bilər də. B varsa sütun üzrə. Yəni B-ni saxlayırsan. Bax, 2 dənə 5-in ortasında 3 var. 2 dənə 5-in ortasında 2 var. Burada yoxdur. Burada da yoxdur. Ha, burada 2 dənə 3-ün ortasında 4-lər, 2 dənə də bilmirsən. 2 dənə 4-ün ortasında 5 var. Burada da yox. İndi sütunla baxaram. Burada görmürəm. Burada da yoxdur. 2 dənə 4-ün ortasında 5-i zaten saxlamışıq. 1, 3, 4 burada da yoxdur. 2 dənə 3-ün 2-nin ortasında nə var? 3 var. Bax, bunu yazdım. Baxın, bundan sonra səhv eləmirəmsə getmək olmur məncə. Baxaq görək. Hə, yox, getmək olur. Bax, bu 5-i saxlamışam, düzdürmü? Nə edirəm? 5-i saxlamışamsa, bax, bu 5-i pozmalıyam ki, təkrar olmasın da. Aha. Bunu pozmuşsa ətrafını saxlayıram. 3 saxladım. Deməli. Bundan sonra aha mən bilən getmək olmur. Məcbursan bir yerdən başlamağa. Bax, misal üçün fikir versəz, burada 2 dənə 4 var ha. Gəl birini pozun, birini saxlayın. Mən bilmirəm, random eləyəcəm. Misal üçün dəqiq bilmirik ya hansını pozub. Bax, ona görə fərqli qələmlə alınmasa dəyişərəm. Bunu saxlayım, bunu silim. Bunu silirəmsə onda ətrafını saxlayıram. Bunu saxlayıramsa bu 4-ü silməliyəm ki, təkrar olmasın. Bunu silirəmsə onda bunları saxlayıram. Misal üçün başqa görək nə qaldı bizdə? Bunlar hələ ki bizə bir sıxıntı yaratmır. Aha. Hə, bu arada bax bu üçünü gördük. Bu üçü saxlayırıqsa, bu üçü nə etməliyəm? Pozmalıyam ki, təkrar olmasın. Onda bu 4-ü saxlayıram. Bax, mən misal üçün bu 2-ni və bu 5-i saxlayacağam. Silsəm bloka düşəcək. Düzdürmü? Çünki bu blok qaydası da var idi də. 5-i saxlayamışamsa 5-i də silməliyəm. Bunu silirəm, sonra da ətrafını saxlayıram. Aha. Bax, bu 2-ni silsəm, bax həm 4 bloka düşəcək, həm də belə bir blok olacaq. Ona görə bu 2-ni neynirəm? Saxlayıram. Bu 5-i saxlayıramsa bu 5-i silməliyəm, təkrar olmasın. Sonra. Bax, bu 2-ni saxlamışam, bu 2-ni silirəm, təkrar olmasın, onda bunu saxlayıram. Aha, 5-i silirəmsə bunu saxlayıram. Bunu saxlayıramsa bunu silməliyəm. Bunu da saxlamalıyam ki, məcbur nə olsun? Bloka düşməsi. Bax, elə belə olur. Bir də bu sualda əsas qayda nə idi? Bir-birinin hamısına nə olmalı idi? Yol olmalı idi ki, həqiqətən yol var. Bax, məsələn, dairələrdən görün bir-birinə yol varmı? Baxın, görürsüz. Bütün dairələrdən nədir? Bir-birlərinə həqiqətən yol olmuş olur. Bu düzdür, yəni. Bizə nə istəyir? 3-cü sətirdəki, söhbət bax bu sətirdən gedir. Rənglənməmiş, yəni x-ların bir dəqiqə 3-cü sətirdəki rənglənməmiş, yəni bu arada dairələrin x-lar, yəni qaralmaq, pozmaq, rəngləmək deməkdir. Yəni x-ların deyir rəqəmləri seçir. Rənglənməmiş, yəni dairələri istəyir. X-lar rənglənmişdir. Bizdən dairələr hansı 3 ilə 4? Cavabım olur 3 ilə 4, yəni Y variantı. İndi problem nədir? Mən burada atdım. Bu yəqin ki, yəni bu elə bir mövzudur ki, bu qaydaların ilk dəfə görürsünüzsə, təbii ki, qarışıq gələcək sizə. Amma imtahana girən tələbələr üçün artıq bu normal üsul sayılmalıdır. Hitori'nin məsləhət görürəm ki, əsl həllinə baxasınız, qaydaları ilə birlikdə dərindən tanış olasınız. Mən indi nə edirəm? Bax, burada mən bunu saxladım, bunu sildim də. Hə, bəlkə bunun tərsinə olar. Niyə tərsinə eləmədim? Bax, gəl bir dəfə bunun tərsinəsini yoxlayım. Bunu silib bunu saxlayanda, yəni bu dəfə bunu saxlayıram da. Bu silinirsə onda bunlar saxlanılır.
Düzdürmü? Bu 3 saxlayıramsa bu 3-ü silməliyəm təkrar olmasın. Onun da ətrafını saxlayıram. Ondan sonra misal üçün hə, bax burada problemimiz nə oldu? Bax 4-lər eyni qalır. Görürsüz? Bir yerdə 2 dənə 4 ola bilməz. Bax problem o idi yəni. Ona görə bax belə suallar bir yerdən gəlir. Görürsüz alınmır, birini yoxlayın. Görürsüz uzun gedirsə bilin ki, düzdür. Əgər çünki adətən səhv olan yerlərdə birinci ehtimallarda problem hissə aşkar olunur. Növbəti sual kublara aid sualdır. Verilən açılışa uyğun olmayanları deyir seçin. Bu sualın təbii ki, asan yolu nədir? Pozan qaydası. Yəni bunun pozanı çəkib tapırsınız rahatlıqla. Belə də desək, bax, bir səhvdir. Bilirsiniz niyə? 2-nin ayaqları nəyə baxır? Baxın, 2-nin ayaqları A-ya baxır da, görürsüz A-nın yuxarı hissəsinə. Burada 2-nin ayaqları C-yə baxır. Burada səhvlik odur. Bax, A-nın sağında B-dir, bax, A-nın sağında B-dir. Aha, A-nın aşağısında bu 3-dür də yəqin ki, bax 3-dür. 2 düzdür. Aha. 3 qalsın. Bir görə bir dənə hazır aşkar səhvlərdən nə çıxarda bilərik? Misal üçün, bax 5 də səhvdir. Bilirsiniz niyə? 1 də bu. Bax 1-in arxa tərəfi nəyə baxır? Kürəyi də sağ tərəfi. Burada A-ya baxır. Axı 1-in kürəyi hara baxmalıdır bizə? Sağ tərəfi 2-yə baxmalıdır. Burada A-ya baxır. 1 5. Digərləri düzdür. Ən yaxşı üsul bilirsiniz nədir? Bunun pozanı çəkirsiniz, bir-bir döndərib tapırsınız. Yəni ondan çox sürətli tapmaq olur. Və son olaraq bizim 30-cu sualımıza baxırıq. Deməli, məsələ nədir? Belə ki, belə suallarda fiqurlar saat əqrəbinin, aha, şərtdə deyir, hərəkətli istiqamətində qalın xəttdən qırıq-qırıq xəttə keçir. Qalından qırıq-qırığa. Və bunların minimum dönmə bucaqlarını azalması ilə düzməlisən. Azalma aralığı ilə. Gəlin sualı biraz böyüdüm ki, rahat görə bilək. Bax, misal üçün, bax mənim bu nöqtəm gəlib nə olmalıdır? Dönüb bura düşməlidir. Düzdürmü? Bax, gəl biz bunu ortadan bölək. Yəni bunu tam mərkəzdən, bu fiqurun mərkəzi. Bu fiqurun da mərkəzi. Ya Allah belə eləyək. Bax, bilirəm ki, mənim bax bu xəttim dönüb saat kimi gəlib bura düşməlidir, düzdürmü? Bax, bu xəttimi gəl uzadıram, düzdürmü? Bu xəttimi də eynən uzadıram, bax. Arada nə qədər bucaq var? Təxminən görürsüz, nəm 70 zat belə. Təxminən 70 dərəcə. Həqiqətən də baxsan, bax, bu nöqtəni bu nöqtəyə gətirmək üçün normalda çevrə belə fırlanır da, düzdürmü? 360 deyil, bu təxminən görürsən 70 dərəcə zad eləyir, təxminən. Bura yazılır təxminən 70. Düzgə burada dəqiq tapmaq olmur nə eləirsə. Prosta da göz yarı tapmaq olur. Bax, bu təxminən 180 dərəcədir, görürsüz? Sənin bu nöqtən gəlib bura düşməlidir. Bax, bu hissən bura, təxminən yazıram 180. Düzdür, o tam 180 deyil, amma biraz görmək olur ki, təqribən odur. Misal üçün, sonra bizdə, bax, bilirik ki, bax, bu düz xəttim var, görürsüz? Bu düz xəttim belə dönüb fırlanıb, bax, gəlib burada dayanmalıdır. Bax, belə deyim də, mənim bu düz xəttim budur. Bu düz xəttim də budur. Dedik ki, mənim bu nöqtəm nə olmalıdır? Gəlib burada dayanmalıdır, fırlanıb, gəlib dayanmalıdır burada. Bu düz xətt fırlanıb bura gəlmək üçün, bax, bizə, belə deyə, bax, bu hissə, təxminən baxanda bu 270 dərəcə falan olur. Çünki normalda, bax, bu xətti, bu halı götürmək üçün, bax, bunu normalda 90 dərəcə sola döndərsən, təxminən gəlib olacaq belə bir şey. İndi sola 90-cı biz axı saat əqrəbi ilə fırlatmalıyıq. Olmalıdır. Təxminən 270 dərəcə yazıram. Misal üçün bax bu fiqur. Bu fiqur. Bax, fikir versə bu fiquru sən zaten bir damcı geriyə aşırdanda bax gəlib eynən bunun üstə oturacaq. Görsən? Bunu bu yana eləyəndə bax gəlib yerinə oturacaq. Oysa biz bunu saat əqrəbi ilə fırlatmalıyıq. Belə misal üçün bir 10 dərəcə, lap 20 yazıram. Belə 20 dərəcə döndərsən gəlib oturacaq yerinə. Amma mən tərsinə fırlatmalıyam axı. 20 soladırsa, deməli cavab 340-dır burada. Çünki 360-a tamamlamalısan da. Bunu 340 dərəcə fırladanda düzələcək. Çünki 20 sola eləyəndə düzəlirsə, deməli 340 sağ eləməlisən. Burada isə misal üçün, bax, mənim bu qolum, görürsüz bu qolum. Gəlib dayanıb bax burada. Bunu da bu hala götürmək üçün təxminən bu nə qədərdir? Təxminən 180-dən də az. Çünki bu tam 180 olsaydı bu qolum gəlib burada dayanardı. Təxminən nə bilim, yazaq da bir 130, 140 dərəcədə təxminən.
Yəni bunun da yenə də deyirəm, amma ilk sual əgər bu sizin gördüyünüz ilk tipli sualsa, bu sual təbii ki, sizə biraz çətin gələcək, amma bir iki dəfə görmüsünüzsə bu sualdan, yəni sualın izahını mən sadəcə çox dərinliyinə düşmək istəmirəm. Sizin yoxları ilə tapmaq olur. Fiqurları nə edirdik? Minimum dövmə bucaqlarının azalması ilə düzürsən. Yəni ən az hansıdır? Azalması ilə isə çoxdan aza doğru. Ən çox baxıram ki, ən çox məndə 5 nömrəli fiqurdur. Sonra gəlir 3 nömrəli fiqur, sonra 2, sonra 4, ən axırda da ən balacası da 1-dir. 5 3 4 5 3 2 4 1. Elə cavab da 5 3 2 4 1. Cavabım olur A bəndi. Bitdi, getdi. Yəni burada baxın xüsusi ümumiyyətlə dövlət qulluğunun xüsusi sual tipləri var ki, bir dəfə sualı gördünsə, sən ilk dəfə qarşına çıxırsa, sən o sualı səhv tapa bilərsən ya başa düşməyə bilərsən, bu normaldır. Amma məsələn bu suallar falan elədir ki, bunlara biz ayrıca mövzu keçəndə 2-3 sual izah eləyirik bunun dərinliyini. Ondan sonra tələbə artıq sualı harda görsə, izahı nə cür olur olsun başa düşür. Yenə deyirəm, ilk dəfə görürsünüzsə bu sualın izahını, təbii ki, biraz sizə çətin gələ bilər. Amma bir iki dəfə, üç dəfə görürsünüzsə, artıq sual ətraflı tam aydın ola bilər. Bu günlük bu qədər. Sağ olun, salamat qalın.